Bu kitab, Quran-ı Kerim kimi hidayət edir? Təqvalıları. Bu sual çıxır. Bu kitab gəlmişdi ki, mən buna qulaq asım, təqvalı olur. Amma özünü dəyişdi Allah Taala. Bir sən dayan bir dəqiqə. Təqvalı olmalısan ki, bu kitab səni hidayət etsin. Əl-Mizan təfsiri təqvanı bölür ki, deyir ki, bir qazanılan təqva var, bir halət. Bir də insanda xəmrini Allah təqva ilə yoxdur. Ləqət kərrəmna bəni Adəm. Mən səni əvvəldən kəramətli yaratmışam. Və o fitrətin deyir, o təqvalı olan vücudun 3 dənə xüsusiyyəti var ki, ayə də bunu deyir, ayənin davamıdır. Əl-ləzinə yu'minunə bil-qeyb və yuqimunəs-səlah və mimma rəzəqnahum yunfiqun. Deməli, fitrətin birinci xüsusiyyəti qeyblə, metafizik aləmdən, yəni insanın vücudunun axtardığı o aləmdən rabitəsidir, ünsiyyətidir. Yəni sən o aləmlə ünsiyyət qurmadan, sən yalnız həyatı 70 ildən ibarət qərar versən, ölümlə hər şey bitdi, belə nəzərə alsan, onda sən heç daxilən səid ola bilməyəcəksən, xoşbəxt ola bilməyəcəksən, sadə də qovuşa bilməyəcəksən. Birinci məsələ budur ki, insanın o mənəviyyatı, belə ki, o aləmlə, metafizik aləmlə olan ünsiyyət, rabitə, Allahla ünsiyyət. İkinci mövzu yuqimunəs-səlat, pərəstiş duyğusu, bu ehtiyac ödənilməlidir. Və üçüncü də buyurur, mimma rəzəqnahum yunfiqun və mimma rəzəqnahum yunfiqun da budur, infaq eləmək, yəni bölüşmək, yəni paylaşmaq, yəni sosiallaşmaq, yəni cəmiyyətin qeydinə qalmaq, dərdini çəkmək, insanları düşünmək, fədakar olmaq, mənfəətpərəst olmamaq. Bu halda, bu hisslərin zirvəyə çatdıqda sən səadətin zirvəsinə yetişmiş olursun.